xəritələrdə Ermənistan var, amma Azərbaycan yoxdur. Bu sərsəm iddianı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 12 noyabr tarixli və gündəm xəbərinin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Azərbaycanla münasibətlər və əsir erməni terrorçular, yəni onlarla bağlı məsələ haqqında danışıb və erməni mediası bu barədə məlumat verir ki, bu istiqamətdə gündəlik işlər aparılır və məsələ ilə bağlı artıq cavab hazırdır deyə o bildirib. Bizim əsir düşən həmvətənlərimizlə yenidən qeyd edilir ki, Bakıda olan erməni terrorçulardan söhbət gedir. Bağlı cavablarımız var. Hökumət bu istiqamətdə hər gün çalışır və əminəm ki, Ermənistanla Azərbaycan arasında mühit nə qədər əlverişli olsa, bu məsələ bir o qədər də asan həll olunacaq. Paşinyanın sözlərinə görə sülh prosesi tək bir mərhələ deyil və bütün məsələlərin yalnız sülh sazişindən sonra həll ediləcəyi düşüncəsi də doğru deyil. Bundan əlavə Nikol Paşinyan növbəti dəfə tarixə zidd təxribat xarakterli bir bəyanatla da çıxış eləyib. O, Azərbaycan prezidenti İlham Əliyevin Göyçə gölü ilə bağlı açıqlamasına cavab verərkən belə bir fikir səsləndirib. Cənab İlham Əliyev dedi ki, Çar Rusiyası dövrünün xəritələrində Sevan adı yoxdur, başqa ad var. Mən isə cavab verirəm. Həmin xəritələrdə Ermənistan var, amma Azərbaycan yoxdur. Bəs bu nə deməkdir deyə Paşinyan jurnalistlərlə çıxışında bildirib.